Hər birinizə salamlar əziz abituriyentlər. Bu günləri mən sizə 26 oktyabr tarixində keçirilən OTK sınağının, yəni bugün keçirilən OTK sınağının suallarının izahını verəcəm. 9-10-cu siniflərə aid olan sınaqdır bu. İndi inşallah bu gün ərzində 11-ci sinifə aid olan sınağın da izahını verəcəm. Keçək suallarımızın izahına. Birinci sualda deyir ki, qədim Hindistanda Marya sülaləsinin süqut etdiyi əsrdə. Baxın, Marya sülaləsi nə vaxt süqut edib? Eramızdan əvvəl 2-ci əsrdə, düzdürmü? Atropatena və qədim Romada baş verən hadisəni tapmalıyıq biz. Aha, baxaq, deməli, A-da deyir ki, Selevki 3-cü Antioxunun hücumlarına məruz qaldı. Bu 3-cü əsrdə olmuşdu. Bizə isə 2-ci əsrdə aid olan hadisə lazım olduğuna görə biz A variantını çıxırıq. Yəni D və E çıxdı. Baxaq ikinciyə, Parfiya dövləti ilə müttəfiqlik əlaqələri yaratdı. Bəli, bu aiddir 2-ci əsrə. Ona görə B-ni götürürük. Hökmdar Azərbaycan tərəfindən idarə olunurdu. Bu 1-ci əsrə aiddir. Biz C-ni götürmürük. A olan variant da çıxdı. Aha, deməli, baxaq qədim Roma konsullar tərəfindən idarə olunurdu. 2-ci əsrə aiddir. Bu müharibəsində qalib gəldik. Eramızdan əvvəl 146-cı il 2-ci əsrə düşür. A və B aiddir. Qulların öldürülməsinin qadağan edilməsi isə eramızın 2-ci əsrinə aid olduğuna görə biz C-ni götürə bilmərik. Deməli, 1-ə gedəcək B variantı, 2-yə gedəcək A və B. Doğru cavabımız olacaq C. Baxaq 32-ci suala. Albaniya mədəniyyətinə aiddir. Həsənlidən tapılmış qızıl cam bu Mannaya aiddir. Daşdan yonulmuş 4 aslan heykəli Hindistana aiddir. Kerfittoda aşkar edilmiş abidə Atropatenliyə aiddir. Zivədə tapılmış gümüş süni Mannaya aiddir. Böyük Dəhnə kəndində tapılmış daş kitabı bu Alban mədəniyyətidir. Ona görə 32-də doğru cavabımız olacaq E variantı. Baxaq 33-cü suala. Deyir ki, Afina və Sparta şəhər dövlətlərini eramızdan əvvəl 5-ci əsr tarixinə aid oxşar cəhəti müəyyən edin. Baxın, bunu biz yadımızda saxlayırıq. Bunların eramızdan əvvəl 5-ci əsr tarixinə aid olan xüsusiyyət Yunanıstanda ağalıq etmək uğrunda mübarizə aparmaları idi. 431-ci ildə aralarında mübarizə başlayır, 404-cü ilə kimi davam edir. Yaxşımı? Və doğru cavabımız da olur Yunanıstanda ağalıq etmək uğrunda mübarizə aparmaları, yəni E variantı. Baxaq 34-cü suala. Mətnə aid olan fikirləri müəyyən edin. Burada baxın nə deyir? Ovçuluq və yığcılıqla məşğul olurdular. Bitki toplayırdılar, gilə meyvə toplayırdılar. Bunlar nədir? Mənimsəmə təsərrüfatı, yəni istehlak. E variantı olacaq doğru cavabımız. 35-ə baxaq. Arşakilər sülaləsinin Atropatilər sülaləsi ilə oxşar. Mehranilər sülaləsi ilə isə fərqli cəhətini müəyyən edin. Deməli, A-da deyir ki, Sasanilər dövlət tərəfindən müharibədə iştirak etmələri bu Atropatillərə aid deyil. Bizdən lazımdır Atropatilər də orada iştirak eləsin. Çünki deyir ki, Arşakilər və Atropatillərlə oxşar xüsusiyyəti olsun. A-nı deməli çıxırıq. B-də deyir ki, xristianlığı dövlət dini elan etmələri. Atropatilər sülaləsində belə bir şey yoxdur. B-ni çıxırıq. C-də deyir Bizans imperiyası ilə diplomatik münasibətlərin olması. Atropatilər sülaləsində belə bir şey yoxdur. C-ni çıxırıq. D-də deyir ki, Albaniyanın idarə edilməsi. Bu da Atropatilər sülaləsində olmadığına görə D-ni çıxırıq. E-də deyir ki, Atropatenanın ərazilərinin idarə etmələri doğru cavabımız olacaq E variantı. 36-cı suala baxaq. Xəritədə xüsusi işarələnmiş dövlətin eramızdan əvvəl 3-cü əsr tarixi ilə bağlıdır. Xəritədə işarələnmiş dövlət Çindir. 3-cü əsr tarixinə aid olan xüsusiyyətləri götürməliyik. Birincidə deyir ki, ölkə üçün vahid qanunlar verilməsi aiddir. Bir doğrudur. İkincidə deyir ki, Marya sülaləsi tərəfindən ölkənin vahid dövlətdə birləşdirilməsi. Bu Hindistana aiddir. 2 olan cavabları çıxdıq. Aha. Üçüncüdə deyir, Ar tayfalarının hücumlarına məruz qalması. Bu da Hindistana aiddir. 3 olan cavabı çıxdıq. 4-də deyir, Hunlarla mübarizə aparması Çinə aiddir. 5-də yeni sülalənin hakimiyyətə gəlməsi. O da 3-cü əsr tarixinə aid olduğuna görə Çinin doğru cavabımız 1, 4, 5, yəni D variantı olacaq. Baxaq 37-ci suala. Hansı döyüşə aid xüsusiyyət verilməyib? Qeyri-bərabər döyüşdə Leonid və döyüşçüləri həlak oldular. Bu aiddir Fermopilə çıxdıq. Spartadan başqa Yunan şəhər dövlətlərinin müstəqilliyinə son qoyuldu. Xeroniya döyüşünə aiddir, çıxdıq. Bu döyüşdə İskəndərin ordusu 3-cü Daranın Muzlu döyüşçülərini məğlub edərək Aralıq dəniz sahili ilə Misrə doğru hərəkət etdilər. İs döyüşünə aiddir, çıxırıq. Roma sərkərdəsi Krasın rəhbərlik etdiyi Roma ordusu Parfiya və Atropaten ordusunun birləşmiş qüvvələrinə məğlub oldular. Karra döyüşünə aiddir, çıxırıq. Deməli, Fraspa döyüşünə aid xüsusiyyət yoxdur. Baxaq 38-ə. Albanların Sasanilərlə müttəfiq olmadığı döyüşləri müəyyən edin. Dizrav döyüşündə müttəfiq olublar, Katsiyada müttəfiq olublar, Kür sahili və Qanıq döyüşündə müttəfiq olmayıblar. Doğru cavabımız olacaq E variantı. Baxaq 39-a. Hadisə nəticə əlaqələrinin doğru verildiyi cavabı müəyyən edin. Birincidə deyir ki, 387-ci ildə Roma-Sasani müqaviləsi nəticədə Albaniya Amid vuruşmasında itirdiyi torpaqları geri qaytarması. Baxın, Amid vuruşmasında yox, Dizrav vuruşmasında. Amid döyüşündə bunlar ərazi itirməyiblər, Dizravda itiriblər. Bu sözə görə, bu döyüşün adını səhv yazdığına görə yanlışdır. Aha, deməli 1 olan cavabı, yəni E-ni, C-ni çıxdıq.
İkincidə deyir ki, Sasani şahı 1-ci Şapurun qələbələri, Albaniya hökmdarı 2-ci Vaçenin Sasani dövlətinin tabeliyini qəbul etməsi. İkinci yox, 1-ci Vaçe idi. 2 də yanlışdır. A ilə B-ni çıxırıq. Doğru cavabımız qalacaq 3 və 4 E variantı. Baxaq 40-cı suala. Qədim Albaniya dövləti eramızdan əvvəl 3-cü əsr tarixinə aiddir. Əsas istehsalçı təbəqənin qullardan ibarət olması. Qullar deyildi, azad insanlar idi. Deməli, A yanlışdır. B-də deyir ki, Selevki dövlətinin asılığı qəbul etməsi. Bu Albaniya yox, Atropatena tarixinə aiddir. Ona görə B yanlışdır. C-də deyir ki, Roma sərkərdəsi Pompey ilə sülh müqaviləsi bağlanması. Roma sərkərdəsi Pompey ilə olan sülh müqaviləsi 1-ci əsrə aiddir. Ona görə C yanlışdır. D-də deyir ki, hökmdarların öz pullarını kəstirməyə başlaması. Bəli, doğru cavabımız olacaq D variantı. E-də deyir ki, quldarlığın digər dövlətlərdə olduğu kimi geniş yayılması. Bu geniş sözünə görə E də yanlış olacaq. Niyə? Çünki biz həmişə deyirdik ki, Albaniya və Atropatenada quldarlıq var, amma digər dövlətlərdəki kimi geniş yayılmayıb. Ona görə E də yanlışdır. Baxaq 41-ci suala. 41-də deyir ki, Roma şəhərinin əsasının qoyulması. Roma şəhərinin əsası 753-də qoyulub. Hindistanda kastların yaranması eramızdan əvvəl 2-ci minilliyə aiddir. İlk yazılı sülh müqaviləsinin imzalanması eramızdan əvvəl 2-ci minilliyə aiddir. İlk imperiyanın yaradılması eramızdan əvvəl 3-cü minilliyə aiddir. İlk Olimpiya oyunlarının keçirilməsi 776-dır. Bu da 1-ci minilliyə düşür. Ən deməli əvvəl baş verəni hansı oldu? İlk imperiyanın yaradılması. Yəni eramızdan əvvəl 3-cü minillik. 41-də doğru cavabımız olacaq D variantı. 42-yə baxaq. 42-də deyir ki, baxın, burada bizə nə istəyir? 1-ci və 2-ci mətnlərdə bəhs olunan mübarizənin ümumi nəticəsini müəyyən edin. Vuruşan padşahlıqlar Çin, yuxarı və aşağı Misir yarandı. Bu iki padşahlıq arasında uzun müddət mübarizə gedirdi. Və bu iki hadisə nəticəsində nə olmuşdu? Ölkələr vahid dövlətdə birləşdirilmişdi, düzdürmü? Doğru cavabımız olacaq 42-də B variantı. Keçək 43-cü suala. Deyir ki, uyğunluğu müəyyən edin. Alt paleolit, Neandertal tipli insan yaranmışdı. Baxın, alt paleolitdə olan insan tipi bacarıqlı idi. Neandertal isə orta paleolitə aiddir. Ona görə 43-də A yanlışdır, çıxdıq. B-də deyir ki, orta paleolit dövrü insanlar ana xətti ilə birləşməsi nəticəsində ana xaqanlığı dövrü adlandırılır. Baxın, ana xaqanlığı üst paleolitə aiddir, orta paleolitə aid deyil. Ona görə B yanlışdır, çıxdıq. C-də deyir ki, Neolit dövrü bir neçə qohum qəbiləni birləşdirən tayfalar yarandı. Bu aiddir erkən tunca. C yanlışdır. D-də deyir ki, Mezolit dövrü. İnsanlar hələ də mənimsəmə təsərrüfatı ilə məşğul olurdular. Bəli, doğrudur. İstehsal təsərrüfatına keçidin əsası qoyulur, amma hələ də mənimsəməklə məşğul olurdular da. Ona görə D doğrudur. E-də deyir ki, Enolit dövrü ölü yandırma və kollektiv dəfn adətləri yarandı. Erkən tunca aid olduğuna görə eyni də çıxdıq. Baxaq 44-də. Eyni əsrdə baş vermişdi. Qəşəng maraqlı sualdır. Deyir ki, qədim Hind dövlətinin parçalanmaya məruz qalması eramızdan əvvəl 1-ci əsrdir. Tiber Qraxın torpaq islahatı keçirilməsi eramızdan əvvəl 2-ci əsrdir. Əsrlərimiz üst-üstə düşmədi. Deməli, A-nı çıxırıq. Növbətiyə baxaq. Qədim Çində qırmızı qaşlılar üsyanı eramızın 1-ci əsri. Misirin Roman nəyalətinə çevrilməsi eramızdan əvvəl 1-ci əsrdir. Ona görə B-ni çıxdıq. C-də deyir ki, Romanın Yunanistanı işğal etməsi eramızdan əvvəl 146-cı il 2-ci əsrə düşür də. Bu eramızdan əvvəl 2-ci əsrə. Parfiyanın Atropatenanı işğal etməsi 1-ci əsrə düşür deyə C-ni çıxdıq. D-də deyir ki, Roma sərkərdəsi Pompeyin Albaniya hücumu, alanların Albaniya yürüşləri. Biri düşür eramızdan əvvəl 1-ci əsrə, alanların Albaniya yürüşləri düşür eramızın 1-ci əsrə. Ona görə D yanlışdır. E-də isə hər ikisi eramızdan əvvəl 1-ci əsrə düşdüyünə görə doğru cavabımız olacaq E variantı. 45-ə baxaq. Azərbaycan ərazisində mövcud olmuş tayfa ittifaqları və dövlət qurumları ilə bağlı yanlış cavabı müəyyən edin. Burada B variantına baxın. B-də deyir ki, idarəçiliyin yerli məmurlara həvalə olunması Qutilərin iki arasında mövqeyini gücləndirdi. Bu bizim dilimizin əzbəri olan bir cümlədir ki, idarəçiliyin yerli məmurlara həvalə olunması Qutilərin iki arasında mövqeyini zəiflətdi. Burada nə yazıb? Gücləndirdi. Bizdən nə istəyir? Yanlış cavabı. Doğru cavabımız olacaq deməli B variantı. Baxaq 46-ya. Hökmdarlar və fəaliyyətləri uyğunluğu müəyyən edin. Eramızdan əvvəl 3-cü əsrin əvvəllərində Hitləri məğlub edərək onlarla sülh bağladı. Bu aiddir 2-ci Ramzesə. Biz 2-ci Ramzes olan cavabları saxlayırıq, digər olan variantları çıxırıq. Deməli, A-dır, B-dir, E-dir çıxdı. Mesopotamiyanın şimalı və cənubu üzərində nəzarəti ələ keçirərək dünya tarixinin ilk imperiyasını yaradan Sarqondur. Deməli, D-də çıxdı. İslahatları xalqa çatdırmaq üçün o ölkənin müxtəlif səmtlərində 33 kitabə qoyulmuşdu. Bu da Aşoka aiddir. Doğru cavabımız olacaq C variantı. 47-yə baxaq. Göstərilən hadisələrdən hansı birinə aid nəticə göstərilməyib? Taxıl və digər zəruri ərzaq məhsullarının ixracı qadağan edildi. Bu aiddir. Deməli, salon islahatlarına B getdi. Hər bir vətəndaş dövlət idarəçiliyində istənilən vəzifəni tutmaq hüququ aldı. Hər bir vətəndaş istənilən deməli vəzifəni tutmaq hüququ alıb Periklin islahatlarında E getdi. Ölkə vilayətlərə bölündü. Şuandin islahatlarında D gedir. Quldarların torpaqların
Quldarların torpaqlarının ölçüsünə məhdudiyyət qoyuldu 40 islahatlarında C getdi və Drakon qanunlarına aid xüsusiyyət olmadığına görə 47-də doğru cavabımız olacaq A variantı. 48-ə baxaq. Qədim Misir və Makedoniya dövlətlərinə aid oxşar cəhət deyil. Fələstin və Finikiyanın işğal edilməsi oxşardır. Əhəmənilər dövləti ilə müharibə aparılması oxşardır. Roma tərəfindən işğal edilməsi hər ikisi işğal edilib oxşardır. Yunan şəhər dövlətləri ilə mübarizə aparılması Makedoniyaya aiddir, amma qədim Misrə aid deyil. Ona görə doğru cavabımız olacaq D variantı. Baxaq 49-a. Qərbi Roma imperiyasına aid deyil. Amid döyüşündə Sasani Alban qüvvələrlə mübarizə aparılması. Doğru cavabımız olacaq A variantı. Niyə? Çünki Qərbi Roma imperiyası deyil bizə. Qərbi Roma imperiyası yaranıb 395-də. Düzdürmü? 395. Amid vuruşması isə olub 359-da. Əsirlər arasındakı fərqi görürükmü? Deməli, doğru cavabımız olacaq A variantı. Baxaq 50-ci suala. Xəritədə rəqəmlərlə işarələnmiş hansı əraziyə aid yaşayış məntəqəsi verilməyib? Birinci deyir Sərkərtəpə. Sərkərtəpə Xaçmazda yerləşir. Xaçmazda 4-də verilib. Deməli, 4-ü çıxdıq. Sonra deyir Baba Dərviş. Qazaxda yerləşir. Qazaxda 3-də verilib. 3 getdi. Deməli 3-ü çıxırıq. Sonra gəlir deməli Qobustan. Qobustan 2-də yerləşir. 2-ni çıxırıq. Kültəpə də Naxçıvanda yerləşir. Naxçıvanda 5-də verib. B də getdi. Doğru cavabımız qalacaq D variantı. Baxaq 51-ci suala. Deməli 51-də deyir ki, uyğunluğu müəyyən edin. Yeni Alban əlifbası tərtib etmişdi. Yeni Alban əlifbası tərtib edən Asuagendir. Deməli Asuagen bunun altında 1 olmalıdır. Bir də baxın 4-dən 5-də verilib və digərlərində verilmir. Deməli 1, 2, 3-ü çıxdıq. Okay. Sasanilərə qarşı azadlıq hərəkatına başçılıq etmişdi. Baxın kim başçılıq eləmişdi? 2-ci Vaçe. Bizə nə lazımdır? 2-ci Vaçe yazılan sırada deməli ikinci sualın bax verilsin. 2-ci Vaçe yazılan sırada verilsin. O hardadır bəs? Burada. Bunu da tapdıq. Deməli burada olacaq 2-ni tapdıq, 4-cünü çıxacağıq. Sonra gəlir ki, Albaniyanın bütün vilayətlərini birləşdirərək mərkəzləşdirilmiş dövlət yaratmışdı. Qoçaq Vaçaqana aiddir. Qoçaq Vaçaqan yazılan sırada 3 verilməlidir. Baxın burada. Sonra deyir, Sasani şahı 2-ci Şapurla müttəfiq olmuşdu. Bu da Urnayrı idi. Deməli, doğru cavabımız olacaq nə? 5. Çünki Urnayrın da altında 4-ü verib. Deməli, doğru cavabımız oldu D variantı. Baxaq 52-ci suala. Uyğunluğu müəyyən edin. Manna dövlətinin xarici siyasəti. 1. Ulusunun dövründə, 2. Ahşerinin dövründə. Deməli, A deyir ki, müəyyən müddətdə Urartu ilə dostluq əlaqələri saxlaması. Bu xarici siyasətdə ona görə birinci düzdür. A variantı yəni düzdür. İkincidə deyir ki, mərkəzləşmə siyasəti aparması. Bu daxili siyasət olduğuna görə B-ni çıxdıq. Assuriya ilə münasibətlərin bərpası. Bəli, sonradan Assuriya ilə münasibətləri bərpa elədiyinə görə 1-ə A-nan C doğrudur. Baxaq sonra Ahşerinin dövründə Assuriya ilə ittifaqın gücləndirilməsi yanlışdır. Əksinə Assuriya ilə ittifaqı pozmuşdu. Mərkəzi hakimiyyətə qarşı deməli üsyan baş verməsi daxili siyasətdir. İskit dövləti ilə ittifaq qurulması bu aiddir. Deməli 2-yə də olacaq C variantı. 52-də doğru cavabımız D. Sonra xronoloji ardıcılıqdır. Deyir ki, xronoloji ardıcılığı müəyyən edin Albaniya dövləti. 3-cü Vaçaqanın hakimiyyətə gəlməsi 487-dir. Qeyd eləyək 487. Bərdənin Albaniyanın paytaxt şəhərinə çevrilməsi 444-dür. Arşaklar sülaləsinin hakimiyyətinə son qoyulması 510-dur. Urnar tərəfindən idarə olunması 313-də gəlir də bu. Deməli, əvvəl gələcək 4, sonra gələcək. Deməli, Bərdənin Albaniyanın paytaxt şəhərinə çevrilməsi 2, sonra 3-cü Vaçaqanın hakimiyyətə gəlməsi 487 1 və Arşaklar sülaləsinin hakimiyyətinə son qoyulması 510. 3 olacaq. 4, 2, 1, 3 cavabımız. 54-də baxaq. Roma imperiyası ilə mübarizə aparmayan dövlətləri müəyyən edin. Roma imperiyası ilə Sasanilər mübarizə aparıb, Sasaniləri çıxdıq. Albaniya mübarizə aparıb, Parfiya mübarizə aparıb, Frank mübarizə aparmayıb, Atropatena aparmayıb. Çünki niyə? İmperiya deyir bizə. Baxaq 55-ci suala. İramızdan əvvəl 3-cü və İramızdan əvvəl 2-ci əsrlərə aid oxşar cəhətləri müəyyən edin. Deməli, burada Çinin xan sülaləsi tərəfindən idarə edilməsi həm 3-cü əsrdə, həm də 2-ci əsrə düşür də. Ona görə 1 doğrudur. Atropatenanın Selevkilərdən asılı vəziyyətdə olması, deməli, bu da aiddir. Həm deməli 1, həm də 2, 3-cü, 2-ci əsrlərə düşür. Alanların Azərbaycana yürüşü bizim eran 1-ci əsrdə, ona görə 3-ü çıxırıq. Çində vuruşan padşahlılar dövrü adlanması
Baxın, 3-cü əsrə təsadüf eləyir bu Çin tarixində vuruşan padşahlıqlar dövrü adlanması. Amma 2-ci əsrə təsadüf eləmir. Bizə nə deyir? 3-cü və 2-ci əsrlərə aid oxşar cəhət olsun deyir. Ona görə biz 4-ü götürə bilmərik. Pun müharibəsinin baş verməsi. Pun müharibəsi birlikdə 264-də başlayır. Yəni eramızdan əvvəl 3-cü əsrdə və eramızdan əvvəl 146 kimi davam edir. Yəni eramızdan əvvəl 2-ci əsrə kimi. Ona görə 5 də doğrudur. Doğru cavabımız olacaq 1, 2 və 5. Baxaq 56-ya. 56-da deyir ki, Midiya dövlətinə aiddir. Hökmdar Kaştariti İskit ordusu ilə döyüşdə məğlub olaraq öldü. Bir doğrudur, biri götürürük. Hökmdar Kiaksar Midiyanı Assuriya əsarətindən azad etdi. Kiaksar yox, Kaştariti idi. Ona görə 2 yanlışdır. Hökmdar Astiaq Midiya ilə İskit ağalığına son qoyuldu. Midiyada İskit ağalığına son qoydu. Baxın, bu Astiaq yox, Kiaksar idi. 3 də yanlışdır. Hökmdar Kiaksarın işğalçı müharibələr nəticəsində Midiya imperiyaya çevrildi. 4 də doğrudur. Doğru cavabımız olacaq 56-da 1 və 4. Bax 57-ci suala. Deməli, işğalçı müharibələr aparması. Eylər-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin deyir. Həm qədim Roma, həm də qədim Çinə aid oxşar, bir də deməli fərqli cəhətləri tapmalıyıq burada. Deməli, baxın, işğalçı müharibələr aparılması 3-ə gedəcək. Çünki hər iki, həm qədim Çin, həm də qədim Roma, hər iki dövlət işğalçı müharibələr aparıb. 3-ə gedəcək A variantı. Deyir ki, Misrin işğal edilməsi. Misrin işğal edilməsi qədim Romaya aiddir. Qədim Roma Misri işğal eləmişdi. Ona görə 1-ə gedəcək B. Hieroqlif yazı sisteminin mövcud olması qədim Çinə aiddir. 2-yə gedəcək C. Ölkə ərazisində üsyanların baş verməsi hər ikisində, həm qədim Çində, həm də qədim Romada üsyanlar baş verib. Ona görə 3-ə gedəcək D. Bir də 12 lövhə qanunlarının tərtib edilməsi. Bu da aiddir Romaya. Deməli, 1-ə də gedəcək E. Deməli, 1-ə B-yə, 2-yə C, 3-ə isə A-dir. Keçək situasiya mətninə. Situasiya mətnini siz saxlayıb özünüz oxuyarsınız. Mən sadəcə cavablarını izah eləyəcəm. Deyir ki, mətndə bəhs olunan hadisənin nəticəsi haqqında məlumat hansı məbəddəki kitabədə qeyd olunmuşdur. Bu Nəqş-i Rüstəmdəkidir. Deməli, 58-də cavab olacaq Nəqş-i Rüstəm. 59-da deyir ki, mətndə bəhs olunan Sasani və Albaniya hökmdarlarının adını yazın. 1-ci Şapur və 1-ci Vaçe yazacaqsınız. 60-da deyir ki, tarixi biliklərinizə əsasən mətndə hadisələrin hansı əsrdən bəhs olunduğu və bu dövrdə Albaniyanı idarə edən sülalənin adını yazın. Albaniyanı idarə edən sülalə Arşakləri idi. Əsri isə bizim eranın 3-cü əsri idi. Belə, İnşallah 11-ci sinif OTK sınavının da izahını verəcəm. 26 oktyabr tarixində keçirilən. Hər birinizə uğurlar, sağ olun.